Herkese salam, Masterway kanalındasınız. Baştan deyim, bu bir tövsiyə, bir dərs ya da ki, ümumiyyətlə təhsillə əlaqəli bir video deyil. Əgər bunu umaraq videoya girmisinizsə, çıxa bilərsiniz. Yəni, vaxt işdə olmaması açısından gedib dərsinizi oxuyun. Amma yox, mən sadəcə bu videoda danışacağam. Və danışacağım mövzu da ən sevdiyim anime haqqındadır. Attack on Titan, hansı ki, bugün 3-cü dəfə bitirdim. 2023-də son sezon çıxanda bir dəfə bitirmişdim. 2024-də bir dəfə bitirdim. Dekabrında, 2025-in dekabrında da bir dəfə bitirdim. Və qəribə şəkildə hər izləyəndə mən fərqli təəssüratlar və fərqli şeylər öyrətdi. Hansı ki, 2023-də ilk dəfə baxanda 9-cu sinif idim də. Və bir dostumun təkidi ilə baxmışdım, köhnə bir dostumun. Mən təmiz fərqli şeylər qatmışdım. Necə ki, 9-cu sinifdə içimdə bir alov var idi. Bir şey öyrənmək, azadlıq, bəyənim. Mən fərqliyəm düşüncəsi var idi hər kəsdən. Və o düşüncə ilə baxanda özümdə Ereni gördüm bir baxıma ki, mən də hər şeyə üsyan edirdim o zamanlar. Fərqli bir şeylər yoxlamaq istəyirdim. Amma bir il keçdi, 2024-də baxanda təmiz fərqli şeylər hiss etdim. Və böyüməyin, belə deyim, içimdəki o alovu yavaş-yavaş söndürdüyünü görürüm. Və düşünürüm ki, bu dünyanın, yəni təbiətin qanunudur bu. Yəni böyümək həqiqətən də arzularımızı bastırırmı, xəyallarımızı bastırırmı, yoxsa mən beləyəm? Və 2025-də baxanda artıq o alovdan bir şey qalmayıb içimdə. Mən bunu fark elədim. Və bir çox insanda da belədir. Belə bir şey var da, belə bir danışacağam, anime haqqında danışacağam, amma belə bir şey var ki, deyir, belə bir ifadə var idi. Məzarlıqlar kəşf edilməmiş, onlarla mühəndislik məlumatları ya da kəşf edilməmiş, onlarla teori, yüzlərlə teori, bu niyə danışmıram? Yəni məzarlıqlar xəyal, bir baxmada xəyal məzarlıqlardır. Hansı ki, o insanların xəyalları var, amma o heç vaxt reallaşdırmayıblar. Və o xəyallar da onlarla bir şey ölüb. Və mən də fikirləşdim ki, məndə də yavaş-yavaş belədir. Mən hansı ki, uşaq olanda böyük xəyallarım var idi, 9-cu sinifdə falan. 9-cu sinif uşaq olanda deyil, amma böyük xəyallarım var idi. Onlar hara getdi və zamanla onlar niyə öldü? Bunu araşdırmağa çalışdım, amma məncə ölənə qədər də bunun cavabı tapılmayacaq. Nəysə, bu söhbət odur, söhbətdən biraz çox sapdım. Anime haqqında danışacağım. Bir telefonumuzu artıqa saldım, mən bu zarfaya qoyum. Animeyi qısaca özətləyəsi olsam, baş karakterimiz Eren Yeager'dır və Eren bu bütün hekayə surların içində baş verir. Bütün hekayə deməyim, ilk sezonlardakı surların içində baş verir. Surlar da necə bir türmə kimi bir yerlərdir. 3 sur var iç-içə və insanlar bunların içində yaşayırlar. Və o surların arxasında divar 50 metr divarların o biri tərəfində titanlar, devlər var. Onlar bilinçsiz, yəni şuursuz devlərdir və insanlar öldürürlər, yəni yeyirlər. Amma acı olduqları üçün yoxdur, sadəcə prosto yeyirlər ki, öldürsünlər. Yəni, məqsədləri insanlığı, bəşəriyyəti, surların içindəki bəşəriyyəti öldürməkdir, sadəcə öldürməkdir. Və bir gün bu surlar yıxılır və Erenin anasının gözünün qabağında, Eren 10 yaşı var, 10 yaş falan var. Eren anasının gözünün qabağında bir dev yeyir. O an Eren içinə bir nifrət yüklüyür ki, bütün devləri yox edəcəm mən. Amma hansı ki, devlər 15 metr, 20 metr, 50 metrdirlər. Eren isə 1 metr, 1 metr 30 santimetr falan, yəni 10 yaşında. Amma bu nifrət heç vaxt sönmür içində. Hansı ki, mən 2023-dəki halım kimi, o alov sönmür içində. Və o alov sönmədiyi üçün Eren yer kürəsinin 80%-ni yox edir. Eren kurucu deviymiş, belə deyim. Yəni, bütün devləri idarə edə bilirmiş, amma sonradan bunu fark edir. Amma bu hər şeyi, bunu azadlıq üçün edir. Yəni, belə deyim də, hansı ki, bir türmədəsənsə sən azadlığın əlindən alıb da və eyni zamanda bir surun içindəsən də sən azadlığını alıb. Çöldəki dünya görə bilmirsən. Məsələn, necə ki, bəlkə də mən heç vaxt Antarktidanı gedib görə bilməyəcəm. Bəlkə də. Bəlkə də, nə bilim, Avstraliyanı gedib görə bilməyəcəm. Bəlkə də Yeni Zelandiyaya gedib görə bilməyəcəm. Oradakı təbiəti görə bilməyəcəm. Bəlkə heç vaxt panda görməyəcəm. Panda dediyim, yəni, zooparkdakı yox. Çindəki pandanı görməyəcəm bəlkə də. Bəlkə heç vaxt zebra yox. Zürafə görməyəcəm. Məsələn, bu 5 şey sayı bildim. Hətta
milyonlarca şey saya bilərəm ki, mən bəlkə heç vaxt ölənə qədər gedib görməyəcəm. Bu mənim əlimdə olmayacaq bir şey deyil, çünki mən azad deyiləm də. Yəni bu anki dünya düzənində mən azad deyiləm. Gedib görməyim çətindir. Okay? Eyrəndə də belə bir şey var idi. Deyir ki, mən bu surranın içində yaşadıqca heç vaxt onları görə bilməyəcəm. Bu surranın çöldən çıxmaq lazımdır. Və insanlar düşünürdülər ki, bu surranın içindəki həyat həqiqətən də huzurlu bir həyatdır da. Okay, çox yer gedib görmürsən, amma əsas o da huzurlu yaşayırsan, ölürsən. Yetmiş bir şey yaşayırsan, ölürsən də. Amma Eyrən bunu qəbul etmirdi. Deyir, mən çiftlik hayvanlar kimi yaşamaq istəmirəm. Eyrən bunu deyirdi. Və əlini güc keçəndən sonra bunu elədi. Surları yıxdı və insanlığın 80%-ni yox elədi. Niyə görə desəz, surların ətrafında çölündəki insanlar, yəni adadan çöldəki insanlar, bu Eldiyalılardan, yəni surların içindəki insanlar da Erencildən nifrət edirlər. Yəni tarixi bir anlaşmazlıq var. Onlar bunları qırıb, bunlar da onlardan nifrət edir. Və bu elə belə nifrət deyil də. İndi bir baxma, bəzi başqa şeyə girmək istəmirəm. Biraz da Ermənistan və Azərbaycan arasında da bu nifrət döngüsü var da. Bu nifrət döngüsünü qırmağın iki yolu var idi Atak on Titan'da. Ya Eldiyalıların kökü qazanılmalı idi. Yəni Eldiyalılar dünyada yox olmalı idi. Yəni Erencil dünyada yox olmalı idi. Həm surun içindəki insanlar. Ya da surların çölündəki insanlar yox olmalı idi. Yəni yer kürəsi yox olmalı idi ki, bu nifrət zinciri qırılsın. Bir baxma bizdə də elədir. Bizim coğrafiyalarda da elədir. Bu tip nifrət döngüsü uşaqlıqdan aşılanır. Ancaq söhbət odur. Eren öz azadlığı, yəni adasının azadlığı uğruna məsum olan, məsum olmayan milyonlarca, yüz milyonlarca insanı qətlə yetirir, bəlkə titanlardan öldürür. Belə bir sual ağla gəlir ki, sırf öz adasının, deyək ki, 1 milyon insan üçün 800 milyon insanı öldürməyə dəyərmi bu azadlıq? Bu azadlığın dəyəri bu qədərdirmi? Azadlıq istəmək insana huzursuzluqmu gətirər? Bu tip suallar çıxır gəlir insanın ağlına. Bu qədər qan tökməyə ehtiyac var idi mi? Kimi şeylər gəlir insanın ağlına ki, Eren düz mü elədi, Eren səhv mi elədi? Amma mən bundan başqa cür yanaşıram söhbətə. Çünki mən də bir baxma bu tip şeylərə, bu tip duyğulara. Məsələn, mən duyğular insanları idarə edir. İnsanları idarə etməyin ən asan yolu duyğulardır. Və Erenin nifrəti, Erenin azadlıq arzusu, Erenin digər insanlara olan nifrəti onu bu yerə gətirdi, çıxartdı. Okay? Heç vaxt azadlığa çata bilmədi Eren. Düzdür. Yox elədi. Bir baxma. Amma azadlıq elə bir kavram deyil ki, həmişə sənin əlində qalacaq. Və bunun üçün də Eren elədiyi hər şey boşuna getdi. Bir baxma, mən nətər baxıram bu tip şeylərə. Əslində animeyə baxmayanlar da mənə anlayarlar. Hər kəs bir şeyin köləsidir. Bunu Kenny deyirdi. Hər kəs bir şeyin köləsidir. Amma nətər? Eren azadlığın köləsi idi. Əslində baxanda kölə anlayışı ilə azadlıq təmiz fərqli şeylərdir də. Yəni nətər deyim? Deyərsən ki, bizi kölədirsə necə azad olur? Azadlığın köləsi də olmaq söhbəti var axı. Yəni, azadlıq üçün hər şeyi qarşına alırsansa, gözə alırsansa, ağına bozula baxmırsansa belə deyim, sən azadlığın köləsisən. Bəzi insanlar dünyanın köləsidir, bəziləri sistemin köləsidir. Matrix haqqında da bir video çəkmək istəyirəm, çünki Matrix'dən mən həqiqətən də həyatıma önəmli yön verən filmlərdən biri idi. Burada belə bir şey var. Düşünürəm ki, nəyisə köləsi olmaqdan qaçınmaq lazımdır. Bu çətin məsələdir biraz. Hələ ki, indiki dövrdə dəhşət çətin məsələdir. Amma insan beynin refresh eləməlidir ki, nəyisə köləsi olmaqdan qaçsın. Kimisə göstərişin köləsidir. Kimisə məni görsün. Mən filan telefon almışam. Bu məni gör. Mən filan maşın almışam. Hamı görsün bu. Bunun köləsidir o da. Kimsə görməsə məsələn, o telefonu almaq onun vecinə deyil. O telefon filan xüsusiyyətlərinə görə almır o. O sadəcə başqaları görsün deyə alır. O oradakı göstərişin köləsidir. Nəysə Instagramda paylaşmaq, nəysə alanda falan. Mənim də var demək. Bu da bir göstəriş köləsidir. Bəziləri egosunun köləsidir.
hansı ki mən bu abituriyent söhbətinə uyarlaya bilsəm, belə uyarlayaram. Düzdür, rəqabət yaxşı şeydir, amma mən filan qədər bal yığdım. Mən sizdən üstünəm. Mən kiçik dağları mən yaratdım. Kimi şeylər əmələ gəlir, belə deyim. Bu da onun köləsidir. Bu da bir baxma o egosunun köləsidir. Düzdür, çalışıb edib bunu, amma bu onun köləsidir. Həyatda özünə heç nə qatmıyor bu 300 baldan başqa. Bu da qəribə bir yanaşmadır, məsələn. Ağlıma gələn bir iki şey deyəcəm. Belə bir conversation var idi ki, Zeklə Armin arasında. Zek deyir ki, bundan milyon illər əvvəl yer kürəsində bəzi şeylər birləşib ayrılır. Birləşib ki, chemical reactionlarda, okay? Birləşirlər, ayrılır. Bir reaksiyaya girirdilər, qırırlar. Və bir yerdə hansısa iki maddə deyirəm, indi biraz cahilliyə məsələn, reaksiyaya girdi və artıq ayrılmadılar. Bölünməyə başladılar, çoxalmağa başladılar. Və varoluş buradan yarandı. Canlılıq buradan yarandı. Artıq çoxalmağa başladılar. Bax, bu daşdır, məsələn. Deyək ki, bu yoğurtdur. Bu bölünmür, cansız bir şeydir. Bu çoxalmayacaq, bunu yeyəcəm. Atacım bir qabına yiyəcək. Bu mən insanam, mən çoxala bilirəm. Okay? Bu videoya baxan sən də çoxala bilirsən. Canlılığı var olan buydu. Var eləyən buydu və o bölünən ilk hüceyrələr yavaş-yavaş mühitlərə adaptə olmağa başladılar. Okay? Və Zig bir baxma deyildi ki, həyatın anlamı canlılıq üçün, heyvanlar olmasın, ümumiyyətlə, canlılar aləmi üçün çoxalmaqdır. Amma Armin fərqli bir şeyə yanaşdı. Yerdən bir yarpaq götürdü və gördü ki, bu yarpaq Armin, Eren, Mikasa, bu üçü dostdur. Yarışırlar, uşaq vaxtı yarışırlar. Hamımız yarışmışıq. Məsələn, uşaq vaxtı yanınıza salın. Qaslı tutda oynuyordunuz, ya da gizlənpaç oynuyordunuz, ya da fərqli oyunlar hündürə çıxda oynuyordunuz. Amma baxın, heç bundan sonra nə oynaya bilərsiniz o oyunları. Oynayamayasınız. Çünki artıq böyümüsünüz. Artıq içinizdəki o alov sönüb. Artıq içinizdəki o maraq sönüb. O uşaqlı. O bir şey klişe kimi demirəm. Mən içimdəki uşaq heç vaxt ölməyəcək. Özünüzə yalan deməyin. O uşaq, içinizdəki uşaq çoxdan ölüb artıq. O dirilməyəcək bir də. Və Armin belə bir şey deyirdi. Bəlkə də həyatın mənası çoxalmaq kimi biolojik, basit bir şey deyil də, həmin o anlardır. Uşaqlıq dostlarına oynadığın o gizlənpaç, hansı ki, heç birindən artıq əlaqən yoxdur. Sinifdə, bəlkə də mən keçən son ildə elədiyimiz söhbətlər, ya da 9-cu sinifdə bir dostunla elədiyin söhbət kimi bla 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 kimi şeylər sən o an xoşbəxt edin və həmişə də ağlında qalacaq. Bəlkə həyatın anlamı budur. Həyatda bireysel olaraq bir anlam yoxdur. Kimisi inanır, öləndən sonra cənnət edəcək, cəhənnəm edəcək. Kimi buna inanır, kimi inanmır, ki bunun bir sübutu da yoxdur zaten. Amma həyatın içində bir anlam axtarmağa çalışsa, məncə bir anlardır. Bu dəqiqə bu videonu çəkdiyim an, belə mənə xoşbəxt edirsə, deməli həyatın mənası budur. Okay? Harada qalmışdım, yadımdan çıxdı. Hə, yəni Armin'in dediyinə mən də qatılıram, bir baxma. Çünki məncə axtardıqca tapıla biləcək bir şey deyil həyatın içindəki anlam. Axtardıqca ölənə qədər necə tapılar. Okay, zaten belə deyim, axtarış olmalıdır. Həmişə axtarmalıdır insan. Amma axtarıb da tapmaq üçün yox, axtarmaq üçün sadəcə. Çünki axtarmaqdakı o travel, o belə deyim, yolculuq sən kim olduğunu bir baxma verirdi. Zaten o həyat göz qırpımında bir andır. Elə bir şeydir zaten. Yəni bu videonu çəkirəm, amma ömrümün nə qədər olacağını bilmirəm. Və bu videoya kim baxacaq bilmirəm. Bu yer kürəsinin nə qədər davam edəcək, yəni nə qədər sağ qala biləcək, onu da bilmirəm. Bəlkə müharibə başlayacaq və yer kürəsi yox olacaq. Yəni bu tip şeylərdir. Bax, bu videonu çəkdiyim an belə 5 saniyə sonra tarix olacaq. Keçmiş gələcək və indiki zaman bir illüziyadır. Və haradan baxarsan, bax, üçü də eyni şey idi. Elə məntiq var da, Dark haqqında da bir video çəkəcəm. Qısaca, içimdəki o alovun niyə söndüyünü bilmirəm. Müxtəlif koşullardır. Hansı ki, böyük xəyalları olan biri artıq o xəyallardan istəmədən vaz keçir. Yəni, istəmədən, sadəcə bir müddət bunu bir yerə gətirir. Niyə olduğunu bilmirəm. Axtaracam, onu da bilmirəm. Sadəcə
o anları yaşamaq lazımdır məncə. Amma Attack on Titan-a bir baxmaq nətər danışıb bilmirəm. Bu Keşif Birliyinin logosudur. Yəni Wings of Freedom, yəni azadlığın qanadları. Və mən bunu üstümdə daşıyıram həmişə. Bu sepi də var idi, taxırdım. İndi o sep biraz nətər deyim, itirdim o sepi nəsə. Bunu gəzdirirəm üstündə, cibimdə gəzdirirəm və həmişə açıb baxıram ki, mən nə üçün savaşıram? Azadlıq üçün savaşıram. Bu azadlıq nədir? O azadlığı axtarıram. Azadlıq məncə siyasi bir şey deyil. Okey, bir baxmada siyasi olar, o heç. Amma siyasidən əlavə məncə buradadır. Buradakı azadlıqla danışır. Yəni heç kimin beyninə müdaxilə edə bilməməsi, ümumiyyətlə beynin içində sur qura bilməməsi məncə azadlıqdır. Hansı ki modern insan, ümumiyyətlə xüsusilə Z kuşağı bunu edə bilmir. O beynin içində milyonlarla qəfəs var. Sizin beyniniz, bu dəqiqə mən baxan bir çoxunuzun beyni. Hətta mən deyim, bu videoda çıxanların beyni daha qəfəsli idi, o heç. Amma bu videoya baxanlar da bir çoxunun qəfəslidir beyni. Niyə görə? Çünki artıq sosial media, TikTok-udur, Instagram-da, osudur, busudur, məruz qaldığınız şablon insanlardır. Beyninizi qəfəs içində salır. Və müəyyən bir fikirdən sonra çıxa bilmirsiniz. Bu mentalitet söhbəti falan deyil. O mentalitet söhbətlərin eləyəcəyi bir kanal deyirəm mən, yəni burada. O çox keçib, yəni o baxması gedib kəramətə baxsın. Mən demək istədiyim budur ki, beyniniz içində o qədər qəfəs yaradırsınız ki, tək dərs söhbətinə falan əlaqəsiz, həyata dair o qədər qəfəs yaradırsınız ki, sosial mediadan aldığınız. Məsələn, biri dostluqdur, biri münasibətidir falan fistan. O sosial mediaya görə idarə edir. Niyə görə? Çünki başqa şey görməyib. Ancaq görülməz qaldığı şey o klişe və cringe sosial media algılarıdır. Ancaq ki o insan bir kitab oxumayıb, bir film izləməyib ki, ona dair bir şey yaransın beynində və ona görə idarə edir. O da haqqı odur da, yəni çünki onu görüb, ondan başqa bir şey görməyib. Onu qınamıram bir baxımdan, yəni. Bu var, içəridə də var, amma istifadə eləmir, ya da ki yoxdur ümumiyyətlə. Bu tip şeylərdən qırmaq üçün mən bunu daşıyıram həmişə ki, həmişə beynini azad saxla. Bir baxıma bu cismimiz, bu bədənimiz həmişə ölüb gedəcəkdir. Atatürk'ün bir söz var idi, bu mən aciz vücudum bir torpağa qarşıyacaq, amma Türkiyə Cümhuriyyəti ilelebet payidar qalacaqdır. Mən buna nətər baxıram? Türkiyə Cümhuriyyəti qalacaq, qalmayacaq, orası bilmirəm. Amma Atatürk o sözü ona görə demiş ki, mənim qurduğum cümhuriyyət, mənim iz qoyduğum cümhuriyyət ilelebet qalacaq. Cümhuriyyət qalmasa belə Atatürk qalacaq. Buna əminəm, çünki insan beynini qəfəsə salmamışdı. Beynini qəfəsə salmadığı üçün cümhuriyyəti yaratdı çətinliklə. Və mən də bir şeylər yarada biləcəyimi düşünürəm. Cümhuriyyətdən danışmıram amma. Yeni bir şey yaratmaq, həyatda iz qoymaq məncə önəmli şeylərdən. Çünki ölüb gedirsən, amma sən izin qalmasa sən yaşamamış olacaqsan. Sən xatırlayan son insan öləndə sən artıq yaşamamış olasan. Yəni, okey, fizikən yaşayırsan, amma heç kimin ağlında deyilsən, sən artıq yoxsan. Necə ki, Attack on Titan'ın son səhnəsində var idi. Eren insanları, Paradis adasındakı insanları düşmənlərdən xilas edir. Amma artıq Paradis adasındakı insanlar bir-birinə düşmən olmağa başlayır və bir-birini yox edirlər. Və üstündən illər keçir, Eren'in yatdığı, ilk bölümdə yatdığı və son bölümdə yatdığı ağac qalır, amma insanlar ölür gedir. Amma heç kim Eren'i tanımır artıq. Eren yoxdur. Eren sadəcə oradakı bir daş parçasıdır və ölüb gedib. Və düşünürəm ki, hamımız elə olacaq bir yerdə. Sadəcə iz qoymaq istəyiriksə, qoymalıyıq. Məsələn, kimi deyim? Camus, Albert Camus. O bir yazıçıydı və həqiqətən də mən çox təsir edən yazıçılardandır və favori yazıçımdır. O ölüb. Amma onun kitabları artıq 100 il deyil, 100 ildən azdır, amma bir 20 ilə falan 100 il olar da. 100 il sonra belə insanlara təsir edir. Bəlkə 200 il, 300 il sonra da insanlara təsir edə biləcək, əgər bəşəriyyət qalsa o müddətə. Təsir edə biləcək. Yəni, insan belə bir şeylər üçün çalışmalıdır. Daha ulvi amaçlar üçün çalışmalıdır. Düşünürsünüz ki, falan balı yığdım, həyatım çox qəşəng olacaq, amma niyə? Həyatdakı məqsədin o balı yığmaqdır. Həyatdakı məqsədin sadəcə o lövhədə o rəqəmi görməkdirmi? Sən egonu tatmin etməkdirmi həyatdakı məqsədin?
axtarmaq lazımdır ən azından. Mən düşünürəm ki, kiçik şeylər, yəni Azərbaycan gəncliyi olaraq qəbul etmək istəyirsə, kiçik şeylərin başını buraxmaq lazımdır. Okey, bəlkə sənin yolun o balı yığmaqdan gedir, hansı ki mənim də yolum o balı yığmaqdan gedir deyəndə. Amma o balı nəyə yığdığımı bilməliyəm və sonra nə varacağımı bilməliyəm. Düzdür, 17 yaşımda bunları çox müəyyən edə bilmərəm. Bunlar tezdir, daha erkəndir, amma ən azından başımda bir şablon oluşmalıdır. Çünki insan həyatın içində atıldıqca o içindəki alov sönür. Hansı ki, nəsə eləmə istəyi, yeni bir şey yaratmaq istəyi. Mən yazıçı olmaq istəyirdim məsələn. 9-cu sinifdən bəri yazıram da bir şeylər cızmaq eləyirəm. Amma artıq yavaş-yavaş o yazdıqların keyfiyyəti düşdüyünü düşünürəm, görürəm daha doğrusu. Niyə görə? Çünki artıq insanlara məruz qaldıqca, keyfiyyətsiz insanlara məruz qaldıqca, keyfiyyətsiz dediyim yəni pis yox ha. Ümumiyyətlə də həyat özünə heç bir şey qatmamış. Sadəcə yığdığı bal etibarilə bir yerlərə gəlmiş insanların fikirlərinə məruz qalmaq insanı körəldir. Hansı ki 9-cu sinifdə sadəcə özümə məruz qalırdım. Sadəcə film, dizi izləyirdim, kitab oxuyurdum və bir şeylər yazmağa çalışırdım. Artıq ona vaxt qalmır. Həyat çox sürətli irəliləyir. Əvvəl kimi deyil. Bilmirəm, böyüməkdəndirmi? Həyat o qədər sürətli irəliləyir ki, artıq özünə vaxt ayıra bilmirsən. Və özündən uzaqlaşmağa başlayırsan. Və məncə əsas problemlərdən biri budur. Çağımızın ən böyük problemlərindən biri budur. Hər kəs bir-birinin eynisi olmağa başlayır. Hər kəs filan akımı çəkməyin dərdindədir. Amma bu düşünürlər ki, qardaşım mən kiməm? Mən niyə görə çəkirəm? Bu videonu niyə görə çəkirəm? Da məsələn, yəni nədir? Məqsədim nədir mənim? Mən bu videonu çəkməyin məqsədi 3-4 ay sonra bu videoya bir də baxmaqdır. Hansı ki bu kanalın arxivində çox video durur ki, onlar keçən ildən falan qalmadı. Arxivdə damısı amma. Yəni gizliyə atmışam. Belə deyim. O videolara baxanda nə qədər dəyişdiyimi görürəm. Bəlkə də 6 ay sonra bu videoya baxanda nə qədər dəyişdiyimi görəcəm. Okey? Çəkməyimin məqsədi budur, yəni qalsın. Bu video izlənməz. Bu video 100 izlənsə mən şəxsən vecimə deyil. Bəlkə də anlamırsınız mən dediklərimi indiyə qədər. Bu budur. Nə bilim. Söhbət odur. Sadəcə həyatda hara getməli olduğunu axtaran bir gəncəm. Və bir baxmada mən dinləyən insanlara yön versəm, sevinərəm. Pis ya da yaxşı. Hər kəs yaxşı yön verməli deyil. Pis yön versəm, pis dediyim yəni o qədər də pis yox da, yəni sadəcə yanlış yön verirsən, amma o gedir orada yaxşı yol tapır, düz yol tapır. Bu tip şeylər maraqlı nüanslardır. 22 dəqiqədə artıq, 30 dəqiqə eləyim bəlkə. Başqa danışacağım bir nüanslardır. Hə. Baxın, Tatakaya yazıram mən bura həmişə. Tatakaya yəni savaş deməkdir. Və bir baxma, dirəndiyim yerlərdə Tatakaya, bu qoluma baxıram ki, bura Tatakaya yazmışam. Və bu azadlığın qanadlarını qırmamağa çalışıram. Və 9-cu sinifdən bəri mən Tatakaya fəlsəfəsinə gedirəm. Ki, Vinland Saga'ya baxana qədər belə idi. Bəlkə Vinland Saga öldürdü, mən içimdəki alovu. Tatakaya. Eren deyirdi ki, mən azadlığımı əlindən alanın, mən də azadlığın əlindən alaram. Savaşaram buna görə. Qazanmağın tək yolu savaşmaqdır. Bu həyatın hər yerində belədir ha. Nəsə əldə etmək istəyirsən, savaşmalısan. Yumruq təpi yox ha. Sadəcə savaşmalısan. Mental olaraq savaşmalısan. Əlin savaşmalıdır. Bilmirəm, nətərsə savaşmalısan. Qazanmağın tək yolu budur. Buna mən belə baxıram. Amma yenə deyirəm, bu videoya baxanlar əgər burada bir şey götürmək istəyirsə, beyninizdəki bu qanadları açın. İnsan özünü təcrid eləməyi bilməlidir bəzi şeylərdən. Şablon insanlardan, bir-birinin eynisi insanlardan. Ki, bu insan düşünə bilmirsə qabağındakı. Sən fikir anlamırsa ümumiyyətlə və anlamağa çalışmırsa da, o insan uzaqlaşdırır ətrafından. Düzgün seçim deyil bu. Anlaya biləcək potensiali yoxdursa belə ona vaxt sərf etməyə ehtiyac yoxdur. Çünki siz heç bir şey valideyn deyilsiniz ki, kimə sənəsə öyrədəsiniz. İnsan bir yerdə də özü öyrənməlidir bəzi şeyləri və mən bir şeydən toxunmaq istəyirəm ki, əgər adımdan çıxdı nə deyəcəyim. Təbii ki, bu tip şeylər Black Mirror-a baxmısınızmı bilmirəm, amma çox şiddətlə tövsiyə edirəm ki, Black Mirror-a baxın, bir serialdır. Bu beynimizdəki qəfəs söhbəti ekranlar edir. Yəni Black Mirror nə deməkdir? Qara
ayna, qara ayna. Bu dəqiqə telefonu söndürün və ekrana baxın. Qara ayna görürsünüz də, hə? Qara ayna. Bu tip kompüterin, planşetin, televizorun hamısında qara ayna var. Bunlar nədir? Bu addım-addım edilmiş bir şeydir, hansı ki insanları kölələşdirirlər. Və modern köləlik budur. Artıq əvvəlki kimi kiməsə zincir vurub və sən mənə köləmsən, işləməlisən deyə bilmirsən. Amma bunu ekranlar vasitəsilə eləyə bilirsən. Eləyə bilirsiniz. Bilmirəm, bu videoya kim baxır artıq. Və insanların kölələşməsi bir baxma səbəbi budur. Kölələşmə nə deyirəm? Məsələn, bir video viral olur və 10 milyonlarla insanlar dünyada, başlayır Azərbaycanda, Azərbaycan daha səviyyəsi olur bu, amma yenə də başlayır onu təkrar etməyə. Və düşünürlər ki, mən bu videonu çəkirəm, amma mən yenə də kütlədən fərqliyəm də. Yəni hər kəs fərqli olduğunu düşünür. Amma fərqli olduğunu düşündüysən, o kütlənin bir parçasısan. Bundan əmin olun. Bəlkə də mən də o bir kütlənin parçasıyam. Mən dəyişdim. Mən fərqli olmağım, sən fərqli olmağın 10 milyonların kütləsini dəyişdirmir. O heç. Amma demək istədiyim odur ki, əgər mən də kimisə kölələşdirmək istəsəydim, hər gün əlimizdə olan bir şeylə vasitəsilə bunu eləyərdim. Okay, hər gün məruz qaldığımız şey vasitəsilə bunu eləyərdim. Bəlkə bunu izləyənlər deyir ki, abartma da, o qədər də kölələşmə deyə bir şey yoxdur. Yəni prosta giririk, baxırıq videolara. Amma fərqində deyilsiniz, amma qırağıdan baxmağı bacarsınız. Bəzən oynadığımız oyuna qırağıdan baxmağı bacarmaq lazımdır. Nə baxma deyirəm? Oyunun içindəsən, bu dəqiqə yaşayırsan bu həyatı. Amma yaşadıqdan həyata bir qırağıdan bax görsən, nəyi səhv edirsən, nəyi düz edirsən. Çünki içində hər şeyi düz edirsənmiş kimi düşünürsən. Ki mən ən yaxşıyam, mən hər şeyi düz edirəm. Amma qırağıdan baxsan, öz həyatına bir başqasıymış kimi baxsan, elə olmadığını görərsən. Bir baxmadın, nə bilim, həyat belədir. Nəsə, video bu qədər idi. Bəzi şeylər yadımdan çıxdımı bilmirəm danışmaq. Amma belə doğaçlama atmışdım prosto, yəni bu videoya kim baxar, kim baxmaz bilmirəm onda. Amma tək verəcəyim tövsiyə, bu tövsiyə videosu deyil, amma tək verəcəyim tövsiyə beyninizdəki qəfəsləri qırın, yıxın. Sadəcə özünüz olun orada, sadəcə özünüz. Kiminsə fikri yox, kiminsə ideologiyası yox, kiminsə videosu yox, kiminsə reelsi yox, kiminsə TikTok videosu yox. Yəni heç biri olmasın. Sadəcə özünüz olun. Hansı ki bunu olmağa başladığınız anda bir xarakter oluşturmağa başlayırsınız. Çünki ona qədər siz başqalarının xarakterini daşıyırsınız öz içinizdə. Okay? Buna görə çabalamağa başlayın, çalışmağa başlayın. Bu videoya da bu video sonra tezdə TikTok sevirim, fırladın. Həyat budur. Freedom Cost qoyacağım bu videonun adı. Azadlığın bedeli. Əgər azad olmaq istəyirsə, bunun bedeli var. Bunun bedeli var ki, insanlardan biraz fərqlənəsiniz. Nə tərəf fərqlənəsiniz, nə baxma fərqlənəsiniz. Bəlkə də aralara qaynayarsa, amma düşüncə olaraq fərqlənəsiniz və heç kim sizə düzgün insanmış kimi gəlməyəcək. Hamı geri zekalıymış kimi gələcək sizə. Freedom Cost budur. Amma o zinciri yavaş-yavaş, o qəfəsi yavaş-yavaş qırmağa başlayanda gələcək o. Oyuna artıq qıraqdan baxmağa başlayasınız. Hamının həyatda qıraqdan baxmağa başlayasınız. O baxımdan. Amma bu da Freedom Costdur ki, heç kim sizi tatmin edəməyəcək, heç bir yer, heç bir cəmiyyət topluluğu, heç bir universitet bəlkə də sizi tatmin eləməməyə başlayacaq. Bu da bunun bedelidir. Hər şeyin bir bedeli var, bu da bunun bedelidir. Okay? Amma bəlkə də tapsaz ən keyfiyyətli insanları tapasınız. Bilmirəm bunu. İlla ki zaman göstərər. Sizin üçün deyirəm, mən üçün də yenisi keçərlidir. Bu qədər. Təşəkkürlər izlədiyiniz üçün. Bura qədər izləyən varsa halaldır. Nəysə, təşəkkürlər.